mən Heydər Əliyevdən çox şey öyrənmişəm. Təkcə mənəvi mənada yox, həm də cismani mənada. Mən cərrahiyyə stolundan yarım gün idi qalmışdım. Cəmaət narahatdır, bütün dünyanın hər yerinə zəhlər gəlir. Dedim, televiziya çağırın gəlsin, yoxsa bu cəmaət sakitləşməyir. Mən orada elə bir çıxış elədim. Bəzilər dedi, yəqin bu bizi doluydu, bunun cərrahiyyəsi yox, yalandan yıxılıb oraya. Niyə? Çünki Heydər Əliyev sarayında yıxıldı. Amma yıxılandan sonra qalxdı. Bir də yıxıldı, bir də qalxdı. Və onunla Azərbaycan xalqına demək istədi ki, ey mənim millətim, yıxılmaq qorxulu deyil. Yıxılandan sonra yerdən qalxmamaq qorxuludur. Mən ona görə 2 dəfə ağrılı canımla ayağa durdum, yerdən qalxdım ki, sabah ola bilər, haradasa büdürüyarsınız, harada yıxılarsınız. Ondan narahat olmayın. Yenidən qalxın ayağa, şax durun, şux yerin. Bax, mən ulu öndərimiz Atatürk'ün, ulu öndərimiz Heydər Əliyevin, Türk dünyasının, Azərbaycanın qarşısında baş əyirəm ki, onun ulu öndərləri var, onun gözəl elmi var, onun gözəl söz sahibi olan şairləri var. Biz dünyadan gedər olduq, qalanlara salam olsun. Bizim üçün xeyir dua, qılanlara salam olsun.